Pas ləkəsi belə tapdım. Ağrı başqada pas ləkəsidir. Bunu isə biraz ləkə böyükdür deyə bundan istifadə edəcəm. Xlorsuzdur, ağ və rəngli paltarlar üçün uyğundur. Heç bir rəngli paltarlara ziyan vermir. Biraz gözləməliyik. Ümumiyyətlə, çətin gedən ləkələr olanda dağa qoymaq məsləhətlidir. Baxın, amma baxın, pasın ləkəsini belə rahat şəkildə apardı. Gördünüz? Getdi ləkə. Sonra dayandır. Buranı da ruçka ilə yazdım. Bunu da yoxlayaq həmən məhsulla. İsti suda, 60 dərəcəli suda paltarları ıslağa qoyanda bizim məhsullarla onların effekti daha da yaxşılaşır, güclənir. Baxın, yəni bunu 2 dəqiqə heç tutmuram, amma görürsünüz ki, aparır. Amma bunu suya qoysaq, bu yarım saat qalıb sonra paltar maşınında yusaq, inanın ki, burada heç bir ləkə izi belə qalmaz. Biraz su əlavə edək.